Niyə mənə lazımdır ki, mənim həyat yoldaşım küləyin yuxarı qaldıra biləcəyi qısa paltarla gəzsin? Lüt arxa ilə at, inək, qoyunlar gəzir. İnsanlar bu vəziyyətdə küçədə gəzmirlər. Lüt arxa ilə vəhşilər gəzir. Təsəvvür edin, kimsə sizin yoldaşınızın dalıyca gedir və onun yarı lüt arxasına baxır. İndi siz məni yəqin yaxşı başa düşürsünüz. Mən öz yoldaşımı necə qoruya bilərəm axı, əgər o yarı lüt vəziyyətdə başqasının diqqətini cəlb edərək gəzirsə? Əgər mən qadınımı kiməsə satmaq istəsəm, onu belə nümayiş etdirərdim. Əgər bu mənim həyat yoldaşımdırsa, onda şəxsən mənim üçün onda nə qaldı? O şey ki, ancaq mən görə bilərəm. Onda nəyə görə məni səhv çıxartmağa çalışırsınız? Sevdiyinlə necə belə davrana bilərsən? Allah tərəfindən yaradılan bütün dəyərli şeylər çox dərində gizlənir. Rahat siz bir liyyat necə tapa bilərsiniz? Sizə qazmaq lazım olacaq. Sonra isə təmizləmək. Siz, qulaq asın, siz rahat qızıl tapa bilmərsiniz. Ən dəyərli şeylər çətin əldə olunur. Gümüş, qızıl və hətta neft. Siz qazmalı olacaqsınız və çətin olacaq. Allah tərəfindən yaradılan bütün gözəlliklər çətin əldə olunur. Bəs nədir? Mənim həyat yoldaşım qızıl və brilyantlardan vacib deyil. O mənim övladlarımı dünyaya gətirib. Ona yarlüt vəziyyətdə gəzmək nəyinə gərəkdir? Bütün bu dizayn məhsullarında, hansında ki, sinəsi çölə çıxır və yaxud da çimərlikdə gəzərkən elə örtünür ki, yataq otağında ondan az görünür.